Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Ekrana bir balaca da yaxın əyləşin. Buralarda olan səyahətimiz başlayır. Hamınızı salamlayırıq əziz tamaşaçılarımız və proqramımızı irəliyən dəqiqələrdə daha diqqətlə izləməyə çağırırıq siz izləyicilərimizi. Çünki biz əminik ki, bugünkü səyahətimiz çox maraqlı olacaq. Əlbəttə çox maraqlı olacaq. Bugün biz Azərbaycanın Saatlı rayonuna səyahət edəcəyik. Yerinizi rahatlayın ki, səyahətiniz rahat olsun. O zaman biz istərdik ki, vaxt itirmədən gəzintimizə, Saatlı ilə olan tanışlığımıza başlayaq. Səyahətimizə elə bu nöqtədən start verək. Sən öz yoluna, mən də öz yoluna. Hər zamanki kimi. Burada ayrılırıq, amma sonunda təbii ki, görüşməyə çalışacağıq da hər zamanki kimi. Dəyərli izləyicilərimiz, bizi izləməyi davam eləyin. Səyahətimiz başladı. Saatlı Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşir. 1943-cü ildən rayon statusu alıb. 20 il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilərək qonşu Sabirabad rayonunun tərkibinə qatılıb. 1965-ci ildən yenidən müstəqil rayon statusu alıb. Saatlıda bir şəhər, 43 kənd var. Rayonun sahəsi 1,18 kvadrat kilometr, əhalisi 99.903 nəfərdir. Bugünkü səyahət ünvanımız olan Saatlı rayonunda gəzintimi elə şəhərin mərkəzindən başlayıram. Saatlıda məni qarşılayan rayon mədəniyyət mərkəzinin direktoru Bəylər müəllim oldu. Saatlıya xoş gəlmişsiniz xanım. Sağ olun. Siz buralarda olmuşdunuz, heç? Yox, heç olmamışam. Amma xoş gəlişdi. Mən belə deyim ki, Saatlının əhalisi həm gülərüz, həm mehriban və həm də eyni səviyyədə qonaqpərvərdirlər. Yəni biz hər zaman kənardan gələn qonağa xüsusi münasibət və ehtiram göstəririk. Əgər siz buralarda heç olmamısınızsa, mən istəyərdim ki, Saatlı barədə bir qədər sizə məlumat verim. Saatlı rayonu ərazisində 9 arxeoloji abidə var ki, bu arxeoloji abidələr Saatlının tarixinin qədimliyini özündə birləşdirir, əks etdirir. Bu tarixi abidələri müəyyən qismi hətta eramızdan əvvəl 3-cü, 2-ci minilliklərə qədər gedib çıxıb. Qədim tarixi var. Saatlı ərazisində Azad kənddir, Məmmədabaddır, Sarıcalardır, Cəfərxandır, sonra Qaralardır, Qaracalardır, Varxan kənddir. Bu kəndlərin tarixi həddən artıq qədimdir. Hətta eramızdan əvvəllərdə bu ərazilərdə müəyyən insan məskunlaşması olub. Lakin zaman-zaman Araz çayının öz məcrasını dəyişməsi bu insanları tez-tez öz yaşayış yerlərini dəyişməyə məcbur. Gördüyünüz kimi bu binalarda Tarix Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalariyası, gənclərin sevimli istirahət məkanı olan Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi kompleks şəkildə bu parkda yerləşir. Bu parkdan əlavə Saatlıda daha bir neçə parklar var ki, o parklar da son dövrlərdə salınıb və bu parklarda da əhalinin istirahəti, asudə vaxtının səmərəli təşkil istiqamətində lazım olan bütün şərait yaradılıb və hər cür istirahət təmin olunub. Lap yaxşı, maraqlıydı. Ən əsası odur ki, bax buraların çox qədim tarixi var və qədim tarixi olduğu qədər də müasir görünüşü də göz oxşuyur. Əlbəttə ki. Gələn turistlərin, qonaqların, yerli sakinlərin ürəyincədir. Son illərdə görülən işlər Saatlını daha maraqlı, daha gəlimli və bir çoxlarının maraq dairəsində olan bir ərazi kimi, bir rayon kimi, bir şəhər kimi yetişdirir. Rayon haqqında kifayət qədər məlumatımız oldu. Bircə qalır, buraları səyahət günümün sonuna qədər gəzib dolaşmaq. İndi isə növbə həmkarımdadır. Baxaq görək onun səyahəti necə keçir. Nüranədən fərqli olaraq mən gəzintimi Saatlının Nəsimikənd kəndindən başladım. Rayonla bu kənd arasında məsafə 33 kilometrdir. Kəndin əhalisi 3808 nəfərdir. Nəsimikənd kəndində əsasən Axıska türkləri yaşayır. Saatlı rayonunun Nəsimikənd kəndindəyəm hazırda mən və bu kəndin sakini və eyni zamanda da bu kənddə mədəniyyət evi fəaliyyət göstərir. Həmən o mədəniyyət evinin direktoru Yaşar müəllim bugün bizə bələdçilik eləyəcək. Çox sağ olun ki, Yaşar müəllim, bizi burada qarşıladınız. Minnətdarıq sizə. Allah razı olsun. Və sizin kəndiniz bizə maraqlıdır. Marağımızı çəkdiyi üçün hazırda yollanmışıq. Buralar verilişi olaraq çəkiliş qrupumuzla bərabər bax bu kənd haqqında məlumat almaq istəyirik. Kəndin ərazisi haqqında, əhalisi haqqında və eyni zamanda da kəndinizin adətləri biz bildiyimizə görə fərqli adətlərdir və istərdik ki, bu haqda bizə və tamaşaçılarımıza məlumat verəsiniz. Aydın məsələdir. İlk öncə mən sizə xoş gəldiniz deyirəm. Çox sağ olun. Arzu eləyirəm ki, həmişə sizlər gələsiniz.
Və mən sizlərə təşəkkür eləmək istəyirəm bütün region ekibinizə. Çünki gəlib burada bizim adət-ənənələrimizlə maraqlanırsınız. Bundan dolayı mən bütün kənd cəmaatı adından sizlərə təşəkkür eləyirəm. Deməli, bizim kəndimiz Nəsimi kənddir. Bizim Nəsimi kənd Axısqa türklərindən ibarətdir. Yaşar müəllim deyir ki, buraların toyları fərqli adətlərlə keçirilir. Axısqa türkləri öz adət-ənənələrinə çox bağlıdır. Bu adətlər kəndə gələn hər bir qonağın marağına səbəb olur. Bizim kəndimizdə öz adət-ənənələrimiz var. Elə söz yerinə düşmüşkən, bugün bizim toyumuz da var, elə kəndimizdə toy var. Elə daha da yaxşı olar ki, indi bu danışıqlarımızdan sonra gedərdik, toyumuzda özümüzə aid milli adət-ənənələrimiz var. Nə gözəl, maraqlı olar. Fərqli adətlərimiz var. Onların da çəkilişini eləyərdik, daha da yaxşı yerinə düşmüş olardı. Sizin yəni toy adətləri fərqli olduğu üçün. Bəli, və dəyərli izləyicilərimiz birazdan toya yollanacaq və orada da o maraqlı adətlərimizdən tanış olacaq. Görüntülərimizi çəkə bilərik, tanış ola bilərik. Ondan sonra bizim deməli mən mədəniyyət evinin müdürü olaraq mənim rəqs kollektivim var, Bizim mədəniyyət evinin rəqs kollektivi var. Deməli dəfələrlə başqa ölkələrdə də bizim Azərbaycanımızı, rayonumuzu, kəndimizi, bizim Axısqa türklərimizi təmsil eləmişik. Xalq kollektivi adına layiq görülüb bizim kollektiv. Elə toyumuzdan sonra daha yaxşı yerinə düşərdi ki, elə bizim folklor qızlarımız da burada öz adət-ənənələrimizi rəqs eləyərdilər. Nə yaxşı. Onların da bir çəkilişini eləyərdik. Daha yaxşı olardı, rəngarənglik ola bilərdi. Hamımız üçün çox daha yaxşı olardı. Olsun, onda yollanaq biz ora. Hazırda bir dəqiqə gedək toya, toy adətləri ilə tanış olaq. Daha sonra təbii ki, mədəniyyət evinə gələcək. Buyurun. Toyun əsas adətlərindən biri də qız toyunda bəyin iştirak etməməsidir. Toy bir gün davam edir, lakin 2 hissəli olur. Gəlinin toy libası xüsusi milli üslubda olur. Toyun ikinci hissəsində gəlin libasını dəyişib müasir gəlinlik geyə bilər. Qonaqların maraqla qarşıladığı hissələrdən biri də gəlinin fərqli rəqsidir. Nəsimi kəndində keçirilən toylarda bütün bu adətlərə əməl edilir. Toyun mətbəxinə gəldikdə isə stolun üzərində Azərbaycan milli mətbəxinin təamları düzülür. Buralarda yolumuz tamaşaçılarımız sazlı, sözlü, söhbətli insanların yanından saldım və Saatlının ən məşhur ansambullarından biri Qardaşlar İnstrumental Ansamblı bədii rəhbəri Fərhad Əhlimanoğlu. Fərhad Əhlimanoğlu. Necəsiz? Çox sağ olun Nurana xanım. Günü-gündən çiçəklənən gözəl Saatlığımıza xoş gəlmişsiniz. Region TV-nin Azərbaycanın ən baxımlı televiziyası Region TV-nin buralar verilişi bizim Saatlıda görməyimizə çox şadıq. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Saatlının insanları çox gülərüz, çox qonaqpərvər və eyni zamanda çox istedadlı olurlar. Bəli, əlbəttə ki. Maşallah, çox yaxşı tanınırsınız buralarda.
Şükür olsun Allaha. Tanırıq, bəli. Çünki istedadlı insanları araşdırmağa başlayanda sizin adınızı çəkdilər ki, Qardaşlar instrumental ansamblı var ki, nəinki Saatlıda hər yerdə tanınırlar. Bəli, Azərbaycanın bütün böyük, hətta Azərbaycandan kənarda bizim artıq instrumental ansamblımız tanınır. Nəyə görə qardaşlar? Bax, bu maraqlıdır. Həqiqətənmi qardaşsınız, yoxsa belə hərfi mənada? Əlbəttə, burada mən doğmalıq yadda salmaq istəmirəm, ancaq bizim Xəyyam qardaşım nağara ifaçımız, atamın nağarasını hələ də ifa eləyir. Böyük qardaşımdır. Böyük qardaşımdır. Yaşar qardaşım sindizatorda məndən bir yaş böyükdür. Balacaları mənəm. Asif qardaşımız da bizim bunlarla da biz elə demək olar qohumuq. Qohum əqrəbaq, bəli. Bizim gözəl nəfəs alətləri ifaçısı, rəhmətlik klarnet ifaçısı Vəli kişinin oğludur. Hal-hazırda əlindəki klarnetdir, rəhmətlik atasının klarneti. Asıl neçə yaşı var klarnetin? 45 yaşı var, bax o klarnetin. Aha, maşallah. Bizim Ariz qardaşımız da gözəl bizim udarnik ritim ustasıdır, gözəl dostumuz, qardaşımızdır. Buralarda çox məşhur olan Qardaşlar ansamblı əsasən milli musiqilərimiz, aşıq musiqilərini səsləndirir. Ansambl 2009-cu ildən fəaliyyət göstərir. Deyilənə görə, Saatlıda keçirilən bütün tədbirlərdə, şənliklərdə bu ansamblın xüsusi yeri olur. Deyirsiniz ki, ailədən bir neçə nəfər artıq, yəni bu işlə məşğulsa, musiqiçidirsə, istedadlıdırsa, yəqin ki, bu qanda var. Yəni keçmişdə məşğul olan olubmu? Musiqiçi olub atamızda. 40 və yaxın, bəli, 32-33 il belə nağara ifaçısı olub. Artıq kişi sənəti bizə təhvil eləyib, təhvil verib, nağara ifaçısıdır. Bəli. Sizdə necə bu saza maraq yarandı? Valla mən elə uşaqlıqdan, inşallah fikrimdə də bir klip çəkdirəm. Uşaqlıqdan bu taxtanın üstünə sim vurub, biz evdə atamızın toylarda eyfalarına baxırdıq. Evdə bəli, taxtanın üzərinə sim vurub çardaqdan ip asırdıq. Həvəsə bax. Güya ki, səs uzaldanın tokudur, işıqlardır. Belə gəldik biz olduq şükür Allah musiqiçi. Ailədə görəndə istər-istəməz maraq yaranır. Bəli. Nə edək, bir kiçik bir şey ifa eləyəsinizmi bizə? Göstərin məharətinizi biz də görək. Saatımıza, çiçəklənən saatımıza gəlmişsiniz. Mən istəyirəm elə bizim rayonumuzda da böyük, Azərbaycan hər yerində olduğu kimi böyük bizim bayrağımız yüksəlib. Mən istəyirəm bir çırpınırdı Qaradəniz baxıb Türkün bayrağına mahnısını ifa edən. Lap yaxşı, birlikdə ifa eləyəcəksiniz. Əlbəttə ki, ansambl şəklində. O zaman söz sizdədir. Düşünürük ki, həm mənim ürəyimcə olacaq, həm də biz izləyən tamaşaçılarımızın. Əgər biz məsləhət görülmüşsə, deməli ürəyiniz olacaq. Xoş gəlmişsiniz. Olsun o zaman, buyurun. Baxın, görün nə qədər insan yığıldı sizin musiqinizin sədalarına. Hələ səhər-səhər. Kimi pəncərədən baxır, kimi gəldi. Hələ çox adam yuxudan oyanmayıb, onu da deyim biraz. Yuxudan oyatdınız. Bizim həqiqətən təşəkkür edirik bir daha sizlərə. Adınıza layiq ifa edin. Çox sağ olun. Nəsimi kəndində gəzintimin davamında Yaşar müəllim məni kəndin folklor qrupu ilə tanış elədi. Folklor qrupu Adıgün Türk Xalq Folklor Kollektivi adlanır. 1969-cu ildən fəaliyyət göstərir. 24 ildir ki, Xalq Kollektivi adını alıb. Fəaliyyət göstərdiyi ildən bugünə qədər kollektiv Azərbaycanda, Türkiyədə, Rusiyada keçirilən festivallarda iştirak edib. Deməli, bizim folklor qrupumuz 2003-cü ildə 24 Nisan Uşaq Bayramına Kuzey Kıbrıs Türk Cumhuriyyətində
deməli uşaq bayramına dəvət olunmuşdu. Kıbrısda keçirilən deməli o festivala Azərbaycan dövləti adından biz göndərildik. Orada biz Azərbaycanımızı təmsil elədik və Azərbaycanda yaşayan milli azlıqlar olaraq öz Ağsıqa türklərimizi təmsil elədik. Deməli həmən 2003-cü ildə o Kıbrısda bizə verilən ödüllərimiz bunlardı. Diplomlarımız, mükafatlarımız, ödüllərimiz. Deməli bunlarsa 2012-ci ilin iyun ayında İstanbul şəhərində, İstanbulda, Qəbzə şəhərində Türkiyənin, deməli orada da dünyada yaşayan milli azlıqların festivalı keçirildi. Orada biz dəvət olunmuşduq və bu gördüyümüz ödülləri də hamısını bizə orada veriblər. Türkiyənin İstanbul şəhərində. Folklor qrupunun da xüsusi geyimləri var. Elədir ki, var. Folklor geyiminin deməli özümüzə aid geyimlərimiz, üzərində olan geyimlərimiz bizim Ağsıqa türklərinə aid olan geyimlərimizdir. Ansamblın rəhbəri Yaşar müəllim söyləyir ki, qrupun repertuarı fərqlidir. Repertuarda Yallı, Axısqanın qızları, Gəlinim kimi rəqslər var. Dəyərli izləyicilərimiz, xanımlar da buradadılar. Yaşar müəllim çox sağ olsun ki, bizə belə bir şərait yaratdı və bu folklor qrupunun üzvləri ilə tək-tək də tanış ola bilərik. Ümumilikdə gənc xanımlardan ibarətdir qrup üzvləri, düzdürmü? Bu birinci qrupumuz gənc xanımlarından ibarətdir. Tanış olmaqda öz yerinə düşmüş olar, daha yaxşı olar. Deməli, bizim bu rəqs qrupumuz, ən böyük rəqs qrupumuz bunlar Axısqanın qızları adlanır. Bizim rəqs qrupumuz 3 qrupdan ibarətdir. İkinci qrupumuz Şən qızlardan ibarətdir və üçüncü qrupumuzda gedir elə bil ki, gənclik rəqs qrupu. Üçüncü qrupumuza oğlanlar da daxildir. Xanımlar köçəndən sonra onların yerinə əvəzləyirdi yəqin. Deməli, bugünkü bu gördüyümüz bu rəqs qrupu, bu qızlarımız, bu uşaqlarımız, bu balalarımız elə bil ki, indi o 69-70-ci illərdə yaranmışdı dediyim, o vaxtlar rəqs eləyən analarımızın burada hardasa nəticələri də var. Nəticələri rəqs eləyir, nəvələri rəqs eləyir, həmən rəqs qrup davam eləyir. Və sonda xanımlardan bir gözəl kompozisiya ala biləcəyik yəqin ki. 100 olar. Bir səhnədə əyləşə izləyək onları. Olar. Hazırsınızmı xanımlar? Çox gözəl. Bəli, hündürdəndir də biraz. Bəli. Onda səhnə sizindir, buyurun. Buraların, Saatlının Qaralar kəndindən saldım və eşitdiyimə görə, elə gördüyümə görə də buraların insanları çox zəhmətkeşdir. Qaralar kəndinə gəlməkdə məqsədim də odur ki, çünki bu kəndin sakinləri bağçılıqla məşğul olur, çoxsu heyvandarlıqla məşğul olur. Elə yoldan keçirdim ki, zəhmətkeş bir insanı gördüm. Gedək yaxınlaşaq ona, bax görə biz necə qarşılayacaq. Yaşla əlaqədar olaraq, 65 illiylə əlaqədar olaraq işdən çıxmışam. İndi belə bağçılıqla, heyvandarlıqla məşğul olurum. Qaralar kənd sakinisiniz də siz. Adınız necədir? Qaralar kənd sakiniyəm. Babayım Məmməd Hüseynov. Məmməd dayı deyə bilərəm də. Bəli, əlbəttə. Qaralar kəndinə bax, tam girişdən bu yana həm yolun sağında, yolun solunda belə meyvə bağları var. Çox insanlar bağçılıqla, əkinçiliklə məşğul olur, heyvandarlıqla da məşğul olanlardan. Bəli. Elə biri də sizsiz də demək olar ki, hə? Düzdür ki, bu Muğan zonasında əkinçilik əvvəllər pambıqçılıqla məşğul olur bu Muğan zonası. İndi hal-hazırda pambıqçılıq biraz qiymətdən düşüb, pambıq yaxşı qiymətə getmirdiyini
əksər insanlar bağçılıqla məşğul olmağa başlayır. Yəni həyatyanı sahələrin bağ əkməklə məşğuldur. Mən də bu gördüyünüz bu hardasa bir yarım hektara yaxın yerdir. Bunları mən müxtəlif ağaclar əkmişəm. Burada özüm üçün bunları becərim. Ağaclar təzə əkilib, hə? Bir neçə ilin ağacıdır belə. 2 ilin ağacları, cavan ağaclardır. Əkmişəm bunu. Onda yeni başlamısınız da bu işlə Bəli, məşğul təzə olmağa. bağ salmışam bunu. Təzə bax, xeyirli olsun, bərəkətli olsun. Təşəkkür edirəm. Məhsul yoxdur amma üstündə. Bağınızın məhsulunu da admaq Yəqin istəyirdim. yaxın vaxtlarda inşallah o da olar. İnşallah. Orada heyva ağacı var, hə? Bəli, Gedək bəlkə o bəli, tərəfə. heyva Dəyib heyva. Heyva ağacı deyirlər. Ha. Gedək bir baxaq bağınızın məhsulunun dadına da. O alça gətirmişdi, o Yığmısınız alçanı. gətirmişdi, bəli. Kəndin zəhmətkeş sakinlərindən biri də Məmməd dayıdır. Onun 68 yaşı var. Dediyinə görə əsasən heyvandarlıq və bağçılıqla məşğul olur. Günün çox hissəsini bu bağda keçirir. İnəklər sizin də oradan belə baxırlar. Mənimdir, bəli. İndi onlar gözləyirlər ki, mən onlara buradan ot çalım töküm. Hə, otunu da elə bu Bəli, bağdan otu da verirsiniz. buradan mən aparatım var, o aparatla bunları təmizləyirəm. Çərlərini təmizləyirəm və tökürəm onlara. Yonca verirsiniz də, hə? Bəli, yonca əkmişəm buranı. Bax, bu inəkləri, mən bunlar yerli sortdur. Onlar cins heyvanlardır. Mən bunun son vaxtlar balaların süni mayalanma yolu ilə əldə edirəm. İndi ola bilsin ki, yaxın vaxtlarda bunların o yerli cinsi tamamilə dəyişib, o süni mayalamadan aldığım inəkləri mən saxlamalı olacağam. Təşəkkür edirəm. Vaxtınızı ayırdınız, işinizdən elədim sizi. Gəldiniz. Təşəkkür edirəm. Canınız həmişə sağlam olsun ki, bax bu malqaraya qulluq eləyə biləsiniz. Bağ-bağçaya baxa biləsiniz ki, bəhrəsini də sonradan görəsiniz. Çox sağ olun. Dəyərli izləyicilərimiz, deyirlər ki, Nəsimikənd kəndinin sakinləri çox qonaqpərvər olur, çox mehriban olur və biz də təbii ki, gəlməzdən öncə bu kəndin sakinlərinə də məlumat vermişdik ki, sizin kəndinizə səyahət edəcəyik. Buralar verilişi olaraq çəkiliş qrupumuzla bərabər şəkildə gələcəyik və hazırda mən bir qapının qarşısındayım və burada bir ailə yaşayır. Hansı ki, bu ailənin qonağı olacağıq bugün və bu ailədə bizə xüsusi olaraq da buraların çox məşhur və dadlı yeməklərindən bizə hazırlayacaqlar və eyni zamanda da ailə ilə tanış olacağıq və onların özlərinə məxsus mətbəxləri ilə daha yaxından tanış olacaq. Hazırsınızsa biz işimizə başlayaq. Deyəsən toy olub burada. Qırmızı bağlayıblar. Salam əleykum. Salam, Necəsiniz? xoş gəlmisiniz. Nə Çox var, sağ nə yox? olun, Keyfiniz, sağ olun, əhvalınız? Yaxşı olasınız. Deyirlər ki, buraların insanları qonaqpərvər olur. Bəli. Mən də istədim bir yoxlayım, görüm qonaqpərvərsiz yoxsa yox. Xoş gəlmisiniz rayonumuza, Çox sağ olun, kəndimizə. minnətdarım. Çox şadıq sizi qarşılamağa. Buyurun, keçin. Təşəkkür içəri. edirik, çox sağ olun. Nuriyə xanım buraların qonaqsevər sakinlərindən biridir. Dediyinə görə qapısı hər kəsin üzünə açıqdır. Qonağı olduğum Nuriyə xanımın 2 oğlu, 1 qızı, 5 nəvəsi var. Məni elə gülər üzlə qarşıladı ki, özümü lap ev sakini kimi hiss elədim. Buralarda əsasən gələn qonağa Axıska türklərinin milli mətbəxinə aid olan mantı təqdim edirlər. Nuriyə xanımgil mənim üçün də bugün mantı hazırlayacaqlar. Nə deyirəm? Görək hazırladığınız yeməyin dadı necə olacaq? Xanımla tanış edin bizi. Bu Gülnarə xanımdır. Gülnarə xanım. Mən ən yaxın qonşumdur. Oo, nə yaxşı. Ruslar deyirlər, balıçka vıruçalıçka. Bax ondan. Bu çəkiliş xatirinə qonşular gəlir, yoxsa belə mehribansınız? Yox, mehribanım. Doğrudan? Burada hamı bir-biri ilə mehriban. Bu eşləndə ki, qonaq gəlir, qonaq da qonağın üstünə Bəli, gəlir buraya, bəli, yığılışırsınız bəli, bura bir araya. bəli. Bu yemək necə hazırlanır? Bunu izah edin mənə. Bunu Bu içli idi, Gülnarə bu özü, bəli. Gülnarə xanım, necə özü hazırlayırsınız bunu? başa salsın. Xəmir eləyirik, sonra da künd eləyirik. Kündə eləyirsiniz, açırsınız kündəni, məlumdur. Hə. Buradakı ət, kartoşka, soğan eləyirik. Onun içinə qoyub ketçap, indi göstəririk. Aha, nə maraqlıdır. Amma yekə-yekə olacaqdı, hə? Oo. Bunu adi ətdən, təkcə ətdən də eləmək olar, sonra balqabaqdan da eləmək olar, tək kartoşkadan da eləmək olar. Hə, zövqə görə dəyişir. Bəli, tərkibi. kimin necə xoşuna gəlir o cürə. Bunu belə bükürük. Buraların çox məşhur təamları tutmaç, eləmi? Bəli. Və bir də mantı yeməyi hazırdır.
bir qədər hazırlıq prosesi getdikdən sonra təbii ki, bu yeməklər hazır oldu. Əlinizə, qolunuza sağlıq. Çox sağ olun. O xanımların da əlinə, qoluna sağlıq. Halal olsun oğlum. Çox sağ olun, minnətlar. İndi bir dadına baxaq görüm necədir dadı. Buyur oğlum. Birinci tutmacın dadına baxırıq. İçində lobya var deyəsən, hə? Yox, nədir bu? Yox, o da xəmirdir. Xəmir. Yağda qızardılmış xəmir. Soğancı da qatılıb buna ilə. Tatlı yeməkdir. Xoşuna gəldi? Əla. Əslində bu qış yeməyidir. Buraların çox məşhur yeməyi mantını yeyirəm, əziz tamaşaçılar. Çox fərqli daddır. Bizi izləyənlərə burada nə demək istəyirsiniz? Buralara gəlsinlər, qonaq gəlsinlər sizə, dəvət edirsiniz? Məmnuniyyətlə, qapımız, Məmnuniyyətlə. ürəyimiz açıqdır hər zaman. Buyursunlar, gəlsinlər. Çox sağ olun. Sizi də oğlum hər zaman gözləyəcəm. Buyurun, gəlin. İnşallah, inşallah gələrik. Niyə gəlmirik ki? Dəyərli həmkarım, xoş gördük səni bir daha. Hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir olsun. Necəsən? Yaxşıyam, sən necəsən? Səyahətin necə keçdi? Möhtəşəm, mükəmməl. Hər Elə zamanki hiss kimi. olunur. Məndə də elə keçdi. Hər şey yaxşı idi. Ən əsası Saatlıda fərqli və fərqli olduğu qədər də maraqlı bir gün keçirdim. Həqiqətən də bir günümü mən də Saatlı rayonuna həsr elədim. Maraqlı insanlarla görüşdüm, maraqlı məkanlarda oldum. Və ümid edirəm ki, bizim bu müsbət təəssüratlarımız tamaşaçılarda da olur. Buralar verilişinin sonuna gəldik, dəyərli izləyicilərimiz. Bizi izlədiyiniz üçün təşəkkür edirik sizə. Növbəti buralarda görüşmək ümidi ilə sizdən ayrılırıq. Hələlik. Sağ olun.